Salam. 6 iyul 2025-ci il qəbul imtahanı 2-ci qrup riyaziyyat suallarına baxırıq. Birinci sualdan başlayaq. Kök 16x plus 16 plus 4x plus 4 minus kök x plus 1 bərabərdir 25. Tənqiyini həll edin. 16-nı ortaq vuruq kimi çıxartsam, qalır x plus 1. 4'ü ortaq vuruq kimi çıxartsam, qalır x plus 1 minus kök x plus 1 bərabərdir 25. 16'dan çıxır 4, kökdən xaric olunur. Kökün içində x plus 1, 4'dən xaric olunur 2. X plus 1 minus kök x plus 1 bərabərdir 25. Sadələşdirsək, 4 plus 2, 6, biri çıxanda verir bizə 5 kök x plus 1 bərabərdir 25. Kök x plus 1 bərabərdir 5'ə. Sağlı sollu kvadrata yüksəltsək, x plus 1 bərabərdir 25, x bərabərdir 24. Düzgün cavabımız D variantı. M, B, A, S, K'dır. Demək, mənə verilib bizə MKS'nin BNM'in MKS'ye nisbəti 1'in 2'ye. Bura 1K'dır, bura 2K'dır. Biz de bilirik ki, bax bu buna perpendikulardır. Perpendikularsa ancaq radius toxununa perpendikular ola bilər. Deməli, bu xətt diametrdir. Onda bu bucaqların cəmi, bu qövslərin cəmi verəcəkdir bizə 180 dərəcə. 3K 180, K bərabərdir 60. Demək, bura 60 dərəcə aldıq. Bax, buranı aldıq 60 dərəcə. 60 dərəcədirsə, daxil çəkilmiş bucaq verəcəkdir bizə 30 dərəcə. 30 dərəcə. 30 dərəcədirsə, burada verəcək bizə 60 dərəcə. Bu belə, bu belə. Səliqəyə salaq. Demək, bu bucaq 60 idisə, bu bucaq 120 dərəcədir. Mən bir köməkçi düz xətt çəksəm, yəni radius çəksəm belə. 30 dərəcə radiusdur, burada radiusdur. %120 dərəcədirsə, mərkəzi bucaq 120 dərəcədir. Yəni, söykəndiyi qövs 120-dirsə, bax, bu qövs. Ona, bax, mərkəzi bucaqda 120 dərəcə olacaqdır. Biz xassiyə bilirik, bərabər yanlıdır, radiusdur, təpə bucağı 120 dərəcədirsə, bura R köküçə bərabərdir. Radiusun kök 3 misinə bərabərdir. Deməli, bura verir bizə R kök 3. R kök 3 burada radiusdur. Belə. Biz çevrə ilə toxunanla kəsən arasındakı əlaqə düsturunu bilirik. Toxunan, bu da kəsən. Toxunanın kvadratı, A-nın kvadratı bərabərdir B vurulsun B plus C. Bu qaydanı tətbiq edəcəyik bu məsələdə. İndi baxaq. Toxunan 30 dərəcəlik bucaq qarşısına iqaət hipotenuzun yarısıdır. Bura 3 kök 3'dürsə, deməli, hipotenuzumuz 3 kök 3 plus R kök 3 olacaqdır. Deməli, 3 kök 3 plus R kök 3'ün yarısıdır. Demək, toxunanın kvadratı 2 də 3 kök 3 plus R kök 3'ün kvadratı. Toxunanın kvadratı bərabərdir. 3 kök 3 vurulsun 3 kök 3 plus R kök 3'ə.
Qaydanı tətbiq etdik. Açsaq verir bizə 4-də 3 kök 3-ün kvadratı 27 plus r kök 3-ün kvadratı 3r'in kvadratı plus birincinin ikinciyə vurma hasilinin 2 misli 3 kök 3'ü kök 3'ə vuranda 9, 2'yə vuranda 18r bərabərdir. Vurub açsaq verir bizə 27 plus 3 kök 3'ü kök 3'ə vurduq 9r. Sadələşdirsək, hər tərəfi 4'ə vursaq, verir bizə 3r kvadrat plus 18r plus 27 bərabərdir 4 vur 27 plus 36r. Sol tərəfə keçirsək hamısını, olur belə 3r'in kvadratı çıxılsın 18r çıxılsın 81 bərabərdir 0. Hər tərəfi 3'ə bölsək, r kvadrat çıxılsın 6r çıxılsın 27 bərabərdir 0. Buranda 27 toplayanda mənfi 6 olan ədəd r minus 9 r plus 3 bərabərdir 0. R bərabərdir 9'a. Radiusumuz 9'a bərabərdir. Düzgün cevabımız C variantı. Üçüncü sual. Konusun doğrulanı 4 kök 2, ox kəsinin təpə bucağı 90 dərəcədir. Konus çəkək. Doğrulanı 4 kök 2'dir. Ox kəsinin təpə bucağı 90 dərəcədir. Konusun həcmini tapın. Burada bir bucaqlı şu bucaq görürük. 4 kök 2, 4 kök 2. Hipotenuzu da tapmaq üçün 4 kök 2'ni kök 2'yə vurmalıyıq. Verir bizə 8. Deməli, bax buradan bura kimi 8'dir. Onda bu hissələr olacaqdır 4, 4. Pifaqor teoreminə əsasən hündürlüyü tapsaq, h bərabərdir 4 kök 2'nin kvadratı çıxılsın 4'ün kvadratı bərabər olacaqdır 4. Deməli, hündürlüyümüz də 4'ə bərabərdir. Həcmi hesablayaq. 3'də 1 pi r kvadrat vurulsun h bərabərdir. R'in yerinə 4 yazsam, 3'də 1 pi 4'ün kvadratı vurulsun 4 bərabərdir. 3'də 64 pi. Düzgün cevabımız B variantı. Dördüncü sual. Sinüs 20 derece kök 3 çıxılsın 1 bölünsün kosinus 20 derece ifadəsinin qiymətini tapın. Ortaq məxrəcə gətirsək, sinus 20 kosinus 20 sürətli olacaq kök 3 kosinus 20 çıxılsın sinus 20 bərabərdir. Köməkçi bucaq daxil etmə düsturunu tətbiq etsək, demək, hər tərəfi 2'yə bölsək, belə yazaq. 2 vurulsun, kök 3 bölünsün 2 kosinus 20, çıxılsın 1 bölünsün 2 sinus 20 bərabərdir. Məxrəcdə 2'də 1 sinus 2 alfadır da sinus 40 dərəcə. Sürətə baxaq. 2 vurulsun. Yəni öz başıma 2'yə bölmüşəm deyə hər tərəfi 2'yə də vurmaq məcburiyyətindəyim. Sürətdə bunu yazsaq, sinus 60 kosinus 20 çıxılsın kosinus 60 sinus 20. Məxrəcdə 2'də 1 sinus 40 qalsın olduğu kimi. Sürətə baxsaq toplama düsturudur. 2 vurulsun sinus 60 minus 20'nin açılışıdır. Sinus 60 minus 20 aşağıda da 2'də 1 sinus 40 bərabərdir 2 sinus 40 2'də 1 sinus 40 sinus 40'lar ixtisar getdi. 2'ni də 2'də 1'ə böləndə 4. Düzgün cevabımız A variantı. Beşinci soru. X plus y kvadrat bərabərdir 7. X plus y bərabərdir 4. Tənliklər sistemindən y vurulsun, y minus 2'ni hesablayın.
Əvəz etmədən istifadə edək. X bərabərdir 4 minus y. Gətirək yerinə yazaq. 2 vurulsun 4 minus y. Plus y kvadratı bərabərdir 7. Bura başsaq 8 minus 2y plus y kvadratı bərabərdir 7. Y kvadratı minus 2y plus 1 bərabərdir 0. Bizdən elə bunu istəyir də. Bunu açsaq y kvadrat minus 2y edir. Buradan da y kvadrat minus 2y bərabərdir mənfi 1'ə. Düzgün cavabımız B variantı. 6-cı sual. Üçbucaq verilib. Diqqətlə baxsaq, bərabər yanlı deyirik, bu xətt bərabərdir. Yəni A bucağı Y bucağına bərabərdir. Bu düz bucaq hər iki üçbucağın düz bucağıdır. Burada iki dənə düz bucaq, üçbucaq var. Bax, bu bir xətt düz bucaq. İkinci də kiçikdir. Demək, bu düz bucaqdır, bu da bir xətt. Deyək, bura A, B, S'dir. Burada S, Y, F'dir. Bölənləri üzərindən yazsaq, BF 6'dır, SF 12'dir. Bura verdi bizə, B'si verir bizə 18. YF de 20'dir. Y'dən F'e kimi de 20'dir. Burada 20'dir. Demək, 20, 12, Pifagora əsasən S'ye bərabərdir. 20'nin kvadratı çıxılsın 12'nin kvadratı. Bu da verəcəkdir bizə 16. Deməli, burada 16'dır. Düzbucaqlı üçbucağın bərabər tərəfləri verilib, bərabər bucaqlarını da göstərdik və oxşarlıqdan istifadə edirik. Deməli, bir xəttinin qarşısındakı 18, bir xəttinin qarşısındakı SF. SF verilib, baxı deyək, 12'dir bura. 12'dir. Sevgili yerine 12 yazaq. 18'in 12'ye nisbəti bərabərdir. AS'nin 16'ya nisbəti. AS'nin 16'ya nisbəti. İxtisarlarımızı aparsaq 2, 3, 2'nin 16 getdi 8. AC bərabərdir 24. AC 24. Bizdən AB tərəfinin uzunluğunu soruşur. AC'ni 24 tapdıq. AB'ni də Pifagora əsasən tapacağıq. 18'in kvadratı plus 24'ün kvadratı. O da verir bizə 30. Düzgün cevabımız A variantı. 7-ci sual. Y bərabərdir. Loqaritma 2'də 1 əsasdan 1 çıx 6x funksiyasının təyin olmasını tapın. Loqaritma 6 ifadə ümumilikdə kök 6 ifadə. Loqaritma 2'də 1 əsasdan 1 minus 6x böyük bərabər 0 olmalıdır. Bir də 1 minus 6x böyükdür 0 olmalıdır. Bu bərabərsizlər sistemini həll etməliyik. Birincini götürsək 1 minus 6x əsasımız 0 ilə 1 arasındadır deyə işarəni dəyişirik. 2'də 1 üstü 0. 1 minus 6x kiçik bərabərdir 1. Mənfi 6x kiçik bərabərdir 0. X böyük bərabərdir 0'dan. X 0'dan böyük bərabərdir. Keçək ikinci bərabərsizliyi həll etməyə. 1 minus 6x böyükdür 0'dan. Mənfi 6x böyükdür 1'dən. Mənfi 1'dən. X də kiçikdir 6'da 1'dən. X 0'dan ədəd aralıq kimi göstərsək. X 0'dan böyük. X 6'da 1'dən 6'da 1 bölüş mürtəzədir. Kiçik. 0 6'da 1 aralığı. 0 6'da 1 aralığı. Düzgün cevabımız Y variantı. 8-ci sual. A böyükdür B, o da böyükdür 0'dan. İfadəsini sadələşdirin. Demək 3 kök A plus 2 kök AB plus B. A minus 2 kök AB plus B.
çıxılsın 6 kök B kök A çıxılsın kök B bərabərdir. 3 vurulsun. Bu ifadə kökün içindeki ifadə kök A plus kök B'nin mütərizə kvadratı. Bu ikinci ifadədə məxrəcdəki ifadə kök A çıxılsın kök B'nin mütərizə kvadratı. Çıxılsın kök A çıx kök B, burada da 6 kök B bərabərdir. Şərtimizə əsasən A B'dən böyükdür. Kvadratla kök getdi, yola çıxır belə. Kök A plus kök B. A B'dən böyükdürsə kvadratla kök gedir, olduğu kimi qalır. Kök A çıxılsın kök B. Çıxılsın kök A çıx kök B'də 6 kök B bərabərdir. Ortaq məxrəci gətirsək, kök A çıx kök B məxrəclər bərabərdir. 3 kök A üstə gələ 3 kök B vurub açsaq çıxılsın 6 kök B bərabərdir. Bərabərdir. Olur kök A 3 kök A. Çıxılsın 3 kök B, kök A çıxılsın kök B. 3'ü de ortak vuruq kimi çıxartsaq, kök A çıx kök B, kök A çıx kök B. İxtisarlarımızı aparsaq, düzgün cavabımız olacaqdır. 3 düzgün cavabımız D variantı. 9-cu sual. Düzbucaqlısının diagonalların o kəsişmə nöqtəsinə müstəvisinə OM perpendikuları qaldırılmışdır. AC verilib bizə 10. OM AC 10, MA 10. MCA'nı soruşur bizdən. MCA bucağını soruşur. Bax, bu bizdən bu bucağı soruşur. Deməli, burada verilib bizə 10. Bərabər yanlış bucaqdır. Bərabər yanlış bucaqdırsa, oturacağı bitişik bucaqlar bərabər olmalıdır. OM perpendikuları qaldırılmışdır, deyir. Düzbucaqlıdırsa, bax, bu diagonala çəkilmiş düz xətlər bərabərdir. 10'dur. Demək ki, bərabər tərəfli bucaqdır. Bucaq MCA bərabərdir 60 dərəcəyə. Düzgün cavabımız C variantı. 10-cu sual. Modul x-2, 4x-6 bərabərdir 1. Bu tənliyin həllinin 2 üsulu vardır. Birinci üsulu x-2, 4x-6 bərabərdir. Modulda x-2 üstü 0. Əsaslara eynidir, qüvvətlərini götürürük. 4x-6 bərabərdir 0. X bərabərdir 1 onda 5. Bu x1 idi. İkinci həllimiz. İkinci həll nə zaman 1'ə bərabər olur? Əsasımız 1'ə bərabər olarsa, x-2 bərabərdir 1 olarsa, x də bərabərdir 3. x1 vurulsun, x2 bərabərdir 1 tam onda 5 vur 3 bərabərdir 4 onda 5. Düzgün cavabımız Y variantı. 11-ci sual. Çəndə olan yanacağın əvvəlcə 30%, sonra isə qalan yanacağın 20% işləndi. Bax ki, çəndə olan yanacaq bir 100% desək, 30% işləndi. Sonra qalan bu 70%'in 20% işləndi. 70'in 20%'ini tapaq. Verir bizə 14. 14% işləndi. Çəndəki ilkin yanacağın hansı hissəsi qaldı? 100'dən də çıxırıq, 100%'dən. 30% plus 14%. Bərabərdir 100 çıxılsın 44%. Bu da verir bizə 56%. Və yaxud da ki 70'dən önce çıxın. Qalır 56%. 56%'i də kəsr şəklində deyir, göstər. 56. İxtisar aparsaq 4'ə, qalır burada 25'də 14. Düzgün cavabımız B variantı. Katetləri 6 olan düzbucaqlı üçbucağın sahəsini soruşur. S bərabərdir 6 vur 10 bölü 2 bərabərdir 30 kvadrat santimetr. D variantı. 13-cü sual. 104 vurulsun 240 və kök 104 240 bərabər ifadəsinin qiymətini tapın.
104 vurulsun 240. Bəlkə bunu hesablasaq 240 104'e bölünmüş. 240'ı 2'ye vursaq 480 104'e bölünmür. Sadə vuruqlara ayırsaq 3'e vursaq 720 bölünmür. 4'e vursaq 104'ü sadə vuruqlara ayıraq. 2'ye böldük 52, 2'ye böldük 26, 2'ye böldük 13, 2'ye böldük 1. 240'ı sadə vuruqlara ayırsaq 2, 2 tapırıqsa 2'miz var. 2 var, 2 var, 1 13 yoxdur. Deməli bu ifadənin ekobu 240 vurulsun 13'dür. Bərabərdir 240'lar ixtisar getdi. 104'ü də 13'e böləndə verir bizə 8. Düzgün cavabımız 8 variantı. 14. sual. Fx verir x kubu minus 9x kvadrat plus 24x minus 12. F törəmə x sıfır tənliyinin kökləri cəmini tapın. Tənliyin törəməsini tapsaq, ifadənin törəməsini tapsaq 3x kvadrat minus 18x plus 24. Törəməsini sıfıra bərabər edirik. Hər tərəf 3'e böləndə x kvadratı minus 6x plus 8 bərabərdir 0. Tənliyin köklər cəmi x1 plus x2 bərabərdir 6'ya. Düzgün cavabımız A variantı. 15. sual. Y bərabərdir 5 üstü x, y bərabərdir 25 üstü x, x bərabərdir A. Sahədə verilib bizə loqaritma 25 əsasdan y. Bu ifadələri müəyyən integrala görə sərhədləri müəyyənləşdirək. Bir sərhədimiz A-dır, o birisi sərhədimizi tapaq. 5 üstü x bərabərdir 25 üstü x, burada x bərabərdir 0 olur. 0'dan A-ya. 0'dan A'ya 25 üstü x çıxılsın 5 üstü x bərabərdir. İntegral dxləsək, ibtidaisini hesablayaq. 25 üstü x'in ibtidaisi verir bizə ln 25'də 25 üstü x çıxılsın 5 üstü x'in ibtidaisi ln 5'də 5 üstü x. Sərhədlər 0'dan A'ya. Sadələşdirsək A yazsaq yerinə verir bizə 2 ln 5 ln 25'i göstərdik 25 üstü A, yəni 5 üstü 2A çıxılsın ln 5 5 üstü A. Çıxaq, ikincini də sıfırlayaq. Sıfır yazaq. Deməli, sürət olacaq, məxrəc olacaq. 2 ln 5'də 1 çıxılsın ln 5'də 1. Sadələşdirsək 2 ln 5 5 üstü 2A çıxılsın 2 vurulsun 5 üstü A. Bunda məxrəcləri bərabərləşdirmək üçün 2'yə vursaq 1'dən 2 çıxsaq mənfi 1, qarşıda da 1 var, mənfi var deyə olur müsbət 1. Bərabərdir. Sahəmiz loqaritma 25 əsasdan y'dir. Loqaritma 25 əsasdan y-nədir? Mən ln loqaritma 6 ifadə ilə əsasın yerini dəyişək. Ln deməli, loqaritma 25 əsasdan y, ln 25 yazaq. Sürətdə də 1. Məxrəclərimiz bərabərdir, sürətləri bərabər götürürük. 5 üstü 2A çıxılsın, 2 vurulsun 5 üstü A plus 1. Bərabərliyin soluna keçirdək. Minus 1 bərabərdir 0. 5 üstü 2A bərabərdir 2 vurulsun 5 üstü A. Buradan da 5 üstü A bərabərdir 2. Sağlı sollu loqaritmləyək. Loqaritma 5 əsasdan. Loqaritma 5 əsasdan. Bu da verir bizə A qarşıya gəlir. A bərabərdir loqaritma 5 əsasdan 2.
Loqaritma 5 əsasdan 2. Düzgün cavabımız B variantı. Z 16. sual. Z1 bərabərdir x plus 4-dir. Z2 bərabərdir 5 plus x minus y. Kompleks ədədləri üçün Z1 Z2-yə bərabərdir. Z1 bərabərdir Z2. Bu ifadələr bərabərdirsə, bunların həqiqi hissələri bərabərdir. X bərabərdir 5-ə, xəyali hissələrdə 1 bərabərdir. X minus y bərabərdir 4. Həqiqi ədədlər cütünü tapın. X-in yerinə də 5 qoysaq, 5 minus y 4, y bərabərdir 1-ə. Deməli, x-imiz 5, y-imiz isə 1 olur. 5, 1, B variantı. On 7-yə baxsaq, f(x) bərabərdir x üstü 4 çıxılsın x kvadratı minus 12. Funksiyasının neçə sıfırı var? Funksiyasının neçə sıfırı var? Baxaq görək. 1 kvadrat tənlik kimi həll edək. Bərabərdə 0 yazaq. X kvadratını bir t kimi ifadə etsək. Bu olur t kvadratı minus t minus 12 bərabərdə 0. T minus 4, t plus 3 bərabərdə 0. T1'imiz 4, t2'miz mənfi 3. Gətirək əvvəl izləmələrimizdə yerinə yazaq. X kvadratı bərabərdə 4, bir də x kvadratı bərabərdir mənfi 3. Bunun həlli yoxdur həqiqətlər çoxluğunda. X də bərabərdir müsbət mənfi 2. Tənliyin funksiyasının 2 sıfırı var. D variantı. 18. sual. Kosinus pi minus x üstə gələk kosinus pi plus x bərabərdir 1. Pi minus x ikinci rübdə ad dəyişmir olur. Kosinus x çevirməli üstünü tətbiq edirik. Kosinus pi plus x üçüncü rübdə. Deməli, birinci, ikinci rübdədir, ikinci, üçüncü rübdədir. Hər ikisində kosinus mənfidir, ad dəyişmir, mənfi kosinus x bərabərdir 1-ə. Mənfi 2 kosinus x bərabərdir 1-ə. Kosinus x bərabərdir mənfi 2-də 1-ə. X bərabərdir plus minus arc kosinus mənfi 2-də 1 plus pi k, 2 pi k. X bərabərdir müsbət mənfi pi minus arc kosinus 2-də 1 plus 2 pi k. X bərabərdir müsbət mənfi pi çıxılsın. Kosinus 2-də 1 alır. Pi bölünsün 3-də plus 2 pi k plus minus 3-də 2 pi plus 2 pi k. Düzgün cavabımız 3-də 2 pi plus 2 pi k. C variantı. 19. sual. OX ox üzərində yerləşən. Deməli, OX ox üzərində yerləşirsə, nöqtənin koordinatları x, y-in yerinə 0, z-in yerinə 0 olmalıdır. A nöqtəsinin koordinatı mənfi 2, 1, 3. B nöqtəsinin koordinatı 3, 4, mənfi 1. Mənfi 1. Deyək ki, bir M nöqtəsidir. M nöqtəsinin x-i var, y0, z0. Deyək, AM nöqtəsi ilə BM nöqtəsi arasındakı məsafələr bərabər olmalıdır. Demək, məsafələri iki nöqtə arasındakı məsafə düsturundan istifadə edirik. D bərabərdir kökdə x1 minus x2-nin kvadratı plus y1 minus y2-nin kvadratı plus z1 minus z2-nin kvadratı. Bu qaydanı tətbiq edəcəyik. Mənfi 2 çıxılsın x-in kvadratı plus 1 çıxılsın 0-ın kvadratı 1-in kvadratı, 3 çıxılsın 0-ın kvadratı 3-ün kvadratı bərabərdir. 3 çıxılsın x-in kvadratı plus 4 çıxılsın 0-ın kvadratı 4-ün kvadratı, mənfi 1 çıxılsın 0-ın kvadratı, mənfi 1-in kvadratı. Sadə tənlik halına gəldik və bu tənliyi həll edək. Mənfi 2-nin kvadratı 4 plus x-in kvadratı çıxılsın birincinin ikinciyə vurma asilinin ikimisli 4x plus 1 plus 9 bərabərdir. 9 plus x kvadratı minus 6x plus 16 plus 1. 16 plus 1. 10x bərabərdir
5. 17'dən 5 çıxanda 12. X bərabərdir 1,2. Düzgün cavabımız 1,2 A variantı. 21-ci sual. Limit x yaxınlaşır 0-a. 2 plus x'in kubu çıxılsın 8x. X'in yerini 0 yazsaq qeyri-müəyyən yalanacaqdır. Ona görə L'Hopital qaydanı tətbiq edirik. Surətin ayrıca, məxrəcin ayrıca törəməsini tapırıq. X'in törəməsi 1. 2 plus x'in kubunun törəməsi 3 plus 3 vurulsun 2x. 2 plus x'in kvadratı, bir də vurulsun içinin törəməsi də 1 verir deyə yazmırıq. Bərabərdir -8-ə. Bərabərdir. İndi x'in yerinə 0 yazsaq. 3 vurulsun 2 plus 0'ın kvadratı bölünsün 1 bərabərdir. 2'nin kvadratı 4. 3 dəfə 4'ün də verir bizə 12. Düzgün cavab. 22-ci sual. Deyir CD 3'tür. CD 3'tür. CD DB'dən 2 dəfə kiçikdir. DB onda olacaqdır 6. AC parçasının uzunluğu isə CB'dən 4 cm böyükdür. Bura verəcəkdir 13. AB parçasının uzunluğu AB bərabərdir 13 plus 3 plus 6. O da bərabərdir 22'ye. Düzgün cevabımız 22 S variantı. Daxili çəkilmiş çevrə radiusu hündürlüyün 5'də 2 hissəsinə bərabərdir. Sahə düsturu, bucağın sahə düsturu yarım perimetr vurulsun daxili çəkilmiş çevrə radiusu bölünsün 2 bərabərdir. A vurulsun AH-a bölünsün 2'ye. Bu düsturu tətbiq edəcəyik. Deməli, perimetrimiz verilib bizə 40, daxili çəkilmiş çevrə radiusu 5'də 2H bölünsün 2 bərabərdir. A tərəfi tərəfə çəkilmiş hündürlük bölünsün 2. H-ları ixtisar aparsaq, A bərabərdir 8, 16. Tərəfimiz 16'ya bərabərdir. Düzgün cavabımız AC oturacağı bərabərdir 16'ya. 24-cü sual. A plus B üstü N binomunun açılışında binomial əmsallar N'dən 4 və kombinizon N'dən 5 olarsa N'i tapın. Demək, burada N çıxılsın 4 bərabər olmalıdır 5'ə, N də bərabərdir 9'a. Düzgün cavabımız 9. 25-ci sual. Üçbucaqlı prizma verilib. Düzgün üçbucaqlı prizma oturacağının hündürlüyü verib bizə 3 kök 3. Düzgün üçbucaqlı prizma deyəndə oturacağımız bərabər tərəfli üçbucaqdır. Hündürlüyü medianı tənböləni bərabərdir. A kök 3 bölünsün 2'ye. A kök 3 bölünsün 2 bərabərdir 3 kök 3. A bərabərdir 6'ya. Tərəfimiz 6'dır. Diagonalı isə, yan tərəfin diagonalı isə 10'dur. Hündürlüyü tapsaq Pifaqor teoreminə əsasən 10'un kvadratı çıxılsın 6'nın kvadratı bərabərdir 8. Prizmanın həcmini, yan səthinin sahəsini istəyir. S-yan bərabərdir P oturacaq vurulsun hündürlük. Oturacağımızın perimetri 18, hündürlüyümüz də 8. Cavabımız olur 144. Düzgün cavab 144. 26-cı sual. AN ədədi silsiləsində A5 plus A9 bərabərdir 16 olarsa 13 həddin cəmini istəyir bizdən. S13 bərabərdir 2A1 plus 12D bölü 2 vurulsun 13. A5'i açsaq A1 plus 4D, A9'u açsaq A1 plus 8D bərabərdir 16. 2A1 plus 12D bərabərdir 16. Gətirək ikinci ifadəmizdə yerinə yazsaq 16 böl 2 vurulsun 13 bərabərdir 8 ixtisarımızı apardıq. 8, 8'i də vururuq 13'ə bərabərdir 104. Düzgün cavabımız 104. 27-ci sual. Bərabərsizlər üçün uyğunluğu müəyyən edin. 4x çıxılsın 3 kiçikdir 5. 4x çıx 3 kiçikdir 5 böyükdür -5 yazırıq. 4x kiçikdir 8 böyükdür -2. Hər tərəfdə 4'ə bölsəm 2 -0,5. Ən kiçik tam həlli
0'dır. Demək 1'ə B uyğun gəldi. Ən böyük tam həlli 1'ə bərabərdir. C uyğun gəldi. Modul ikinciyə baxırıq. 3x plus 5 böyükdür -3. Həllər çoxluğu mənfi sonsuzluqdan müsbət sonsuzluğadır. 2'yə Y uyğun gəldi. Çünki modul həmişə mənfidən böyük olur. 2x çıx 5 kiçikdir -2. Bu bərabərsizliyin də həlli yoxdur. Üçüncüyə isə A variantı uyğun gəldi. 28-ci sual. Futbol meydançasının sahəsini istəyir bizdən. AB 75'dir. 75. B'ye 58. Çevrənin uzunluğu 9pi'dir. 2pi r, o da bərabərdir 9pi. B'ye də 58. Futbol meydançasının sahəsini istəyir bizdən. Deməli, pi'lər ixtisar getdi. 2 radius bərabərdir 9'a. Diametr 9'dur. R də bərabərdir 4/5. 58'in üzərinə 4/5 gəlsəm, B onu tapmış oluram. O da verir 62/5. BD isə BD bərabərdir 62/5'in 2 misli. %125. BD 125'dir. Pifagor teoreminə əsasən 125, 75, x'i tapaq. X bərabərdir 125'in kvadratı çıxılsın 75'in kvadratı. Bərabərdir 125 çıx 75 verir bizə 50. 125 plus 75 verir bizə 200. Bərabərdir. Buradan da 100 çıxır. X'imiz bərabərdir 100. Figurun sahəsini istəyir bizdən. S bərabərdir AB vurulsun AD. 75 vurulsun 100. O da bərabərdir 7500 kvadrat metr. Düzgün cavab 7500. Sual. Oyunun idarə edilməsinə bir baş hakim, 2 yan xət hakim iştirak edir. Hakimlərin və meydançadakı bütün futbolcuların yaşlarının ədədi ortası 26 olarsa, deməli, birinci komandada 11 nəfər var. Onların yaşlarının ədədi ortası 24'dür. Bu birinci komanda bərabərdir. Verir bizə 11 vur 24, 264. İkinci komandada 11 nəfər var. Onların yaşlarının ədədi ortası 26'dır. Onların yaşlarının cəmi verəcəkdir bizə 286. 286. Ümumi yaşlar cəmi 264 plus 286. Üstə gələk baş hakim. Baş hakim plus hakim 1, kənar hakimlər, hakim 2. Bölürük yaşlarının ümumi insanların sayına. Demək 22 futbolcudur. Üzərinə gəlir 3 nəfər hakimin sayına. Bərabərdir 26 olarsa hakimlərin yaşlarının ədəd ortasını istəyir. 264, 286 verir bizə 550. 22 plus 3 verir bizə 25 plus bu üçünün yaşlarının cəmi bir x ifadə etsək bərabərdir 26. 550 plus x bərabərdir 26 vurulsun 25. 550 plus x bərabərdir 650. X bərabərdir 100. Deməli bu x
3 nəfər ifadə etmişdik də. Bu 3 nəfərin də yaşlarının cəmi 100-dür. Onların yaşlarının cəmi ədədi ortası isə 100 bölünsün 3-ə bərabərdir. Cavabımız 100 bölünsün 3. 30-cu sual. Oyun zamanı hər komandanın baş məşqçisi meydançadakı iki oyunçusunu eyni anda əvəz etmək üçün ehtiyat oyuncular arasından ikisini təsadüfi seçir. Ehtiyat oyuncu M komandası və N komandası. Xarici 3 oyuncusu var. Milli də 3 oyuncusu var. N komandasının xarici 2 oyuncusu var. Milli 4 oyuncusu var. Deməli, hakim birinci komanda seçir. 2 nəfər seçməlidir. 6 nəfərdən ikisi seçir. İkisi də milli olmalıdır. Kombinezon 3-dən 2. Eyni anda baş verir hadisələr. Kombinezon 6-dan 2 vurulsun. Bu deyir ki, biri milli olsun. 2 nəfər seçirsə, biri 4-dən 1 vurulsun. Biri də xarici olacaq. Bir nəfər də xarici seçiləcək. Bərabərdir. Hesablasaq, kombinezon 3-dən 2 3 verir. Kombinezon 4-dən 1 4. 2-dən 1 2. Kombinezon 6-dan 2-ni hesablayaq. 6 faktorial, 4 faktorial, 2 faktorial. 5 vurulsun 6. 2 faktorialla da 6 ixtisar getdi. 3 dəfə 5. 3 vur 5. 3 vur 5. Bərabərdir. İxtisarımızı aparsaq verir bizə 75-də 8. Düzgün cavabımız ehtimal 75-də 8-ə bərabərdir. Bu qədər.